Salam əziz uşaqlar. Canlılar biri-birindən necə asılıdır mövzusuna aid ev tapşırığına baxaq. Şəkildən istifadə edərək qida zəncirinə uyğun sualları cavablandırın. A. Günəş enerjisindən istifadə edərək qidasını hazırlayır və bu necə adlanır? Bu bitkidir və produsentdir. B. İlkin konsumentdir. Şəkildə görürük ki, ilkin konsument leyləkdir, balıqdır və quşdur. Ölmüş bitki və heyvan qalıqları ilə qidalanır. Bu kaftardır. Müxtəlif canlılar təsvir olunmuşdur. Yenə həmin şəkildəki canlılar arasındakı qida əlaqələrini göstərmək üçün qida zənciri qurun. Bitki, onunla qidalanan balıq və balıqla qidalanan timsah. Bitki ilə zürafə qidalana bilər, zürafə ilə isə şir qidalana bilər və burada digər qida zəncirləri də qurmaq mümkündür. B. Qida zəncirində produsent, ilkin konsument və ikinci konsumentləri müəyyən edin. Produsent bitkidir. İlkin konsument zürafə və balığı götürmək olar. İkinci konsument isə şiri və timsahı götürmək olar. Təsvirlərdən istifadə edərək qida şəbəkəsini qurun. Bitki, balıqlar, leylək, quş, antilop, zebr və zürafə hər birisi bitki ilə qidalana bilər. Qartal, leylək və quş qartalın yemi ola bilir. Timsahın yemi isə balıq, leylək, quş, antilop, zebr və zürafə ola bilər. Eyni zamanda kaftar balıqla, leyləklə, quş ilə, antilopla, zebr və zürafə ilə qidalana bilər. Şir isə bunların içindən müəyyənləri ilə, antilopla, zebrlə, zürafə ilə və hətta ikinci konsumentlərdən qartal ilə, timsah ilə və kaftar ilə qidalana bilər. Diqqətinizə görə sağ olun.